Dostlar, belə bir Hyundai Palisade çıxır aksiyona. Maşın 2022-ci ildə 3.8 motorlu. Gördüyünüz kimi dostlar, 94 min maşın yol gedib, 11.500 dollar yaşıl ışıqla start qiymətlə çıxır. Maşının sağında əziz dostlar, heç bir zədəsi yoxdur. Arxası maşının zədəsiz. Və sol hissəsində maşının deməli ön hissəsində göstərəcəm zədəsiz. Asarsız daxil olma kör nöqtənin sensoru var. Gördüyünüz kimi silenin elektron dağılması asılıb, bir dənə rul ayrabağı, elektron ələyəcə avtohoz zolaq izləmə, kör nöqtənin sensoru, silenin qızdırıcısı var. Gördüyünüz kimi parça salonda əziz dostlar, lükü də var maşının. Arxasında maşının bu qaydada əziz dostlar. Vini göstərdim, bu maşının vini baxa bilərsiniz. 2021'dir. Kimisəsə əlaqə saxlasın əziz dostlar, deməli maşına lazım olacaq. Qabaq bufer, bir dənə fara, alt fara. Kaputunda da belə bizə xırda batığı var, təmirə yararlıdır.